Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Respublika çempionatı U9 liqasında Profum komandası Lamasya komandasıyla qarşılaşır. Hər iki komandaya oyun ərzində bol şanslar diləyirik və ümid edirik ki, baxımlı bir oyun izləyəcəyik. Oyuna ilk toxunuş Profum komandasından olacaq. Abbas mərkəzdən oyuna başlayır. Profum oyuncuları topu öz meydanlarından uzaqlaşdırmağa çalışırlar. Riyad, Abbas, Fatih, Tamerlan, fürsətdən istifadə edib komandaların oyuncuları ilə sizi tanış etmək istəyirik. İlk öncə Lamasya komandasından başlayaq. 6 nömrə Nazim, 10 nömrə Hilal, 7 nömrə Yusif, 18 nömrə o da Yusif'dadır, 5 nömrə Əli, 16 nömrə Hikmət, 1 nömrə qapının qalkiperi Ramal Vəlizadə qapını qolluyur. Profum komandasında isə qapını hazırda Ağbala qoruyur. Digər oyuncular 7 nömrə Arda, 99 Tamerlan, 66 Abbas, 10 nömrə Riyad, 55 Fatih. Tamerlan Riyad'a ötürdü. Riyad top bitirdi. 7 nömrəli oyuncu Lamasya'dan topa çata bilmədi. Topa çatsaydı təhlükəli bir vəziyyət yarana bilərdi Profum komandasının qapısı qarşısında. Arda Ağabala Fatih'in oynayır. Fatih Tamerlan. Bu arada bu günləri Tamerlan'ın doğum günüdür. Ümid edirik ki, Tamerlan bu günləri qollar vurmaqla özünə hədiyyə edəcək. Həmçinin komandası qələbə qazanmaqla bugünkü oyunu onun adı günü üçün böyük bir hədiyyə etmiş olacaqlar. Burada Abbas Fatih burada çox yaxşı oynadı. Yenidən Fatih, Tamerlan, Fatih rəqibdən topu alaraq irəli ötürür. Altroxmun dərhal altı yerinə yetirilir. Riyad yenidən Altroxmun, Tamerlan topu götürür. Riyad Ağabala Arda sürət yığır Arda burada rəqib müdafiəsi çox etibarlı oynayır. Tamerlan Riyad Abbas Tamerlan burada çox gözəl. Tamerlan və Arda'dan zərbə. Lamasya komandasının qapı qarşısında ilk təhlükəli vəziyyət yarandı. Riyad Fatih Tamerlan oynayır. Tamerlan! Bravo Tamerlan!
Abbas. Yenə də Fatih təhlükənin böyüməsinin qarşısını alır. Tamerlan. Top elə keçir. Tamerlan irəliyir. Tamerlan. Yox, burada çata bilmədi. Rəqibin müdafiə xətti. Etibarlı onu gözəl zərbə Fatih'dən. Bravo Fatih. Arda özünü yetirdi. Riyad. Arda ile oynuyor. Arda irəliyir. Tamerlan. Tamerlan. Tamerlan biraz tələsdi burada. Burada La Masia oyuncuları topu çıkardılar yeniden. Arda topu saklayamadı. Abbas. Fatih. Fatih'ten Tamerlan ötürme. Tamerlan yeniden öne çıkır. Tamerlan rəqiblər geçti ama burada top ayağına erişti. Ay ay ay, Riyad burada tələsdi zərbə vurmağa. La Masia oyuncuları hücuma keçilərində. Riyad hücumun qarşısını alır. Out. La Masia komandası yerini itirir. İrəliyə doğru ötürmə. Burada ise Ağabala. Riyad. Out Rohmun. Tamerlan. Top elə keçirir. Arda'ya ötürmə. Arda burada. Mübarizədə, rəqiblə mübarizədə ayaq büdürər. Out. Rohmun yerini itirir. Tamerlan. Tamerlan. Fatih. Abbas yeniden Tamerlan ötürmə. Tamerlan ise bu ötürməni gözləmirdi. Oyunun ise demək olar ki 9 dəqiqəsi arkada qalıb. Golsuz bərabərliklə oyun davam edir. Hər iki komanda gol vurmağa tələsir. Burada ise Rohum komandası oyuncuları kobud rəftarla edirlər rəqib oyunçusuna qarşı və hakim cərimə zərbəsi təyin edir. Birbaşa qapıya doğru zərbə. Burada ise Ağabala top elə keçirir. Out. Dərhal yerini yetirir Rohum komandasından. Tamerlan topa çatsa da son nəticədə rəqibə dəyib çıxır. Küçdən zərbə.
Fatih qapıya zərbə. Rəqib bloku. Abbas qapıya zərbə, amma zərbə qeyri-dəqiq olur. Arda burada çox yaxşı oynayır. Fatih. Fatih. Tamerlan. Arda. Fatih. Tamerlan. Burada rəqib tərəfdə çaşqınlıq var. Bu çaşqınlıqda Rofun komandası maksimum istifadə etməlidir. Out Rofun. Ağabala qapı qarşısında riskli hərəkətlər eləyir. Belə riskli hərəkətlər Rofun üçün baha başa gələ bilər. Bu arada rəqib 10 nömrəli oyunçu Hilal qaydanı pozur. Abbas dərhal cərimə zərbəsini yetirir. Burada isə Rofun komandasında anlaşılmazlıq. Out. Lamasa komandası yönetilir. Tamerlan. Burada ne inir Tamerlan? Bravo Tamerlan. Tamerlan Arda'ya ötürməsi. Alınmadı. Beləliklə Riyad. Bravo Riyad. Fatih. Bravo. Arda burada yaxşı oynayır. Out. Lamasa komandası yerinə yetirir. Ali irəliyə doğru attı. Fatih burada yaxşı oynayır. Yetdi nömrəli oyunçu Yusif'dən top tərkirəsə də Rofun komandası dərhal top oyunu daxil edir. Tamerlan. Tamerlan burada. Tamerlan Arda. Arda top bitirmir. Sona dək mübarizə aparır. Bravo Arda. Out yerinə yetirir Lamasa komandasının oyuncuları. Fatih! Qəşəng bir zərbə vurdu qapıya doğru. Bravo Fatih. Fatih qapçının ayaq sayıqlığını yoxladı uzaqdan. Ay burada isə top. Tamerlan ikinci dəfə zərbə vursun və alınmadı bir dəfə. Arda qapıya doğru zərbə və Arda gol! Bravo uşaqlar! 1-0 Rofun komandası önə keçir. Oyunun 14-cü dəqiqəsində. Tamerlan top ələ keçirir. Elə Tamerlan özü də irəliləyir. Tamerlan tək qalıb orada. Tamerlan yerdə sürünür. Yerdə konkret olarak Tamerlan sürünür. Hakim oyunu saxlayır. Fatih topu qəbul edir. Fatih. Uğur oyuna daxil olub hazırda bu arada.
17 nömrəli oyuncusu. Rofun komandasında Tamerlan, Abbas top ele geçirir. Abbas kapıya zərbə. Küçdən zərbə olur. Bravo Abbas. Abbas yeniden topu ele geçirmək istəyirdi. Fatih yerindədir Fatih. Yenidən Fatih kapıya zərbə indirmək istədi amma top yan xəttə çıxır. Tamerlan, Abbas, Tamerlan yerindən aldadıcı bir ötürmə, hətta qapısı biraz ayaq sayaq olmasaydı qapı xəttindən keçə bilərdi top. Fatih, bravo Fatih, bravo. Tamerlan, qayda topu qur. Ay ay ay. Bu neydi belə? Bravo Uğur. Bravo Fatih. Gözəl oynadı uşaqlar. Fatih yenidən qapıya. Bu dəfə də qapı çərçivəsini dəqiq nişan ala bilmir Fatih, amma mütləq alınacaq. Həsən 11 nömrəli oyuncu, Rofun komandasının yeni ulduzu. İlk oyuna çıxır Rofun komandasının tərkibində. Bundan öncə Qarabağ komandasında çıxış edib. Rofun komandasında isə ilk oyundur. Uğurlar arzulayırıq Həsənə. Ayağı düşərli olsun komandaya deyilir. Həsən son adəki mübarizə aparır. Və 6 nömrəli oyuncu Məhəmməd oyuna daxil olub. Rofun komandasında Rofun komandasının etibarlı müdafiəçilərindən biridir Məhəmməd. Uğur, Abbas ötürmə alınmır. Riyad, Həsən, Məhəmməd. Ağabala vaxtında qapını tərkiri. Bravo Ağabala. Bravo Həsən. Məhəmməd qapıya zərbə Ağabala. Möhtəşəm. Əla oynadı burada Ağabala. Uğursa dərhal topu qapı xəttindən uzaqlaşdırır. Uğur. Amasya komandası dərhal out'a başladı. İndi isə Outrohmun, Riyad. Abbas top ayağına çarpır Abbas'ın. Riyad. Abbas oynadı. Məhəmməd. Bravo! Bravo! Ağabala! Ne elədi burada uşaqlar? Ne elədi uşaqlar? Küçdən zərbə. Bir anlıq. Lamasya komandasını hesab beraberleştirdiğini sandım ama yok. Ağabala möhtəşəm oynadı qapıda. Bravo Ağabala. Hilal topu daxil edir Lamasya komandasından. Out'tan Hilal'dan ötürmə. Riyad şonadı. Nazımın zərbəsini isə Həsən qarşısına alır.
Bravo Həsən. Top ələ keçirir. Özü də eləyir. Həsən top Həsəndədir. Nazimdən 6 nömrə oyuncusundan top oyunu tərk edir. Abbas qapıya zərbə. Çox güclü zərbə idi, amma bu zərbə qapının üstündən keçir. Beləliklə birinci hissənin sonuncu dəqiqəsini izləyirik. Yəqin ki, bir neçə saniyə oyun hakim tərəfindən saxlanılacaq. Bəli, belə də olur. İlk hissə Rofun komandasının minimal 1-0'lıq üstünlüyü ilə yekunlaşır. İkinci hissədə ümid edirik ki, maraqlı bir qarşılaşmanı izləmiş olacaq. Hər iki komanda ikinci hissədə uğurlar arzulayır.